Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün evdə peluş oyuncaq hazırlanmasını göstərəcəm. İstədiyiniz modeli seçib hazırlaya bilərsiniz. Qızım çoxdan da unikorn istəyirdi. Satışdan da əldə eləmək olar, amma düşündüm ki, öz uşaqlıq paltarından hazırlasam həm daha dəyərli olar. Eyni zamanda ürəyiniz istəyən dekoru da əlavə eləyə bilərsiniz. Vacib deyil paltardan olsun. İstədiyiniz parçadan istifadə eləmək olar. Sadəcə çalışın ki, çox dartılan parça olmasın ki, sintifon yığanda hamar forma əldə eləmək biraz çətin olur. Yəni dartılan parçada sintifon yığdıqca həcmi də böyüyür. Həm həcm itir, həm səliqəli forma olmur. Bu formada kombinezon var idi. Qol hissələrini ayaqda istifadə eləyəcəm və bu hissələri detay kimi qulaqlarda istifadə eləyəcəm ki, önlü ilə qulaq hissələr bir-birinə bənzər dəst olsun. Bu sizin tamamilə zövqünüzdən asılıdır. Fərqli formada hazırlaya bilərsiniz dediyim kimi və bədən üçün təxmini forma çəkirəm. Adi A4 vərəqdə. Bacardığınız qədər parçaya qənaət eləyin, çünki parça kiçikdir. Yəni uşaq paltarlarından oyuncaq hazırlayacaqsınızsa, maksimum qənaət eləyin ki, biraz böyük oyuncaq əldə eləyə biləsiniz. Bütün hissələri əldə tikəcəm. İstəsəz yapışdıra da bilərsiniz, amma tikməyə üstünlük verdim. Üz hissəni yaratmaq üçünsə üçbucaq formada parça kəsirik və hər iki tərəfə tikirik. Alt hissə üçünsə bu formada kəsirik. Hazır qəlbə baxa-baxa düzəltdim. Amma onu da deyim ki, netdə patterin yazsaz və yaxud da unikorn qəlbi yazsaz tapa bilərsiniz. Eyni zamanda parçam az olduğu üçün calaq olacaq alt hissədə. Amma siz hazır əllə, daha doğrusu metrə ilə parça almısınızsa, o zaman bu hissədə calağa ehtiyac yoxdur. Qəlbi birbaşa tikmək olar. Mən məcbur oldum, çünki bütün parçanı istədim ki, bu paltardan olsun. Yəni oyuncağın bütün hissələrini bu paltardan istədim. Yalnız kiçik dekorları, kürkləri əlavədən götürəcəm. Onu da qeyd edeyim ki, dəyərli izləyicilər, iki formada qəlib seçə bilərsiniz. Ayaqların birbaşa bədən üzərində kəsimi və təkcə bədəni hazırlayıb, ayaqları ayrı-ayrı kəsib, tikib, doldurub bədənə əlavə etmək. İki forma mümkündür. Yaxud da dediyim kimi, birbaşa ayaqların hazır kəsim qəlibi var. Bu ölçüləri axtarıb tapmaq üçün sadəcə netdə unikorn qəlibləri və yaxud da pattern bu formada yazılır. Unikorn pattern və yaxud da horse pattern yazsaz tapa biləcəksiniz. Dediyim kimi bu hissələri qulaq üçün saxlamışdım.
Bu hissə buynuz hissədir. Mən üçbucaq formada parça kəsib tikdim və alt hissəni sadə formada yığıb büzürəm. İstəsəz buynuzu müxtəlif formada hazırlamaq olar. Adi kubka maçalka götürüb üzərinə parça dolamaq olar, kardondan hazırlamaq olar, seçim sizin. Və üzərinə qızılı zərli ip dolayacağam. İlk olaraq bəndləyəcəm ki, bəzən ip buynuz sintefondan olduğuna görə içərisi boşalıb düşə bilər. Ara hissələrdə biraz kley də vura bilərsiniz. Alt hissəni ağ parçadan da hazırlamaq olar. Mən onu da qızımın bodisindən götürəcəm. Çəhrayı rəng seçdim. İstəsəz başqa güllü parçadan da əlavə eləmək olar. Artıq ayaqlar da hazırdır. Kürkü əlavə eləmək üçün bu formada çəhrayı rəngdə kürküm var. Ağ rəngdə seçə bilərsiniz. Kürkü heç əlavə etməyə də bilərsiniz. Satışda hətta metroboy tüklər var. Ondan da çox gözəl görsənir. İndi isə bir-bir tikirik və tikdikdə maylı formanı, maylı görüntünü əldə etməyə çalışın. Yəni ayağın üst hissə kəsimi düzdür. Siz birbaşa düz formada tikməyin, onda ayaq kənara doğru çıxmış olacaq. Maylı formada tikməyə çalışın. Yəni yan tərəflərdə başlayıb aşağı hissədə parçanı biraz da əyin. Necə deyim? Sanki üçbucağa doğru. Videoda istəyirəm göstərim, tam fikrimi çatdıra bilmirəm. Baxın, bu formanı düz başlayıb, içəri hissəyə doğru daha maylı bir forma alsın. Bütün ayaqları bu formada tikdim. Unikornumuz demək olar yavaş-yavaş hazırlanır. Son olaraq kiçik detayları sizə göstərəcəm. Mən qələmim bənövşəyi rəngdir. Onunla çizim çəkmişdim qəliblərdə və siləndə gördüm ki, çox gözəl, xoş bir bənövşəyi çəhrayı rəngi olur. Ona görə də o bir söz var, yanlış da bir naxışdır. Bu detay xoşuma gəldiyinə görə burun hissəni özüm yazdım və biraz sildim ki, daha qalıcı bir çəhrayı ton olsun. Bodydəki
ön hissədəki yaxalıqdansa unikorn önünə bantik hazırlayacağım. İndi isə gözləri hazırlayırıq. İstəsəz qara sapla hazırlamaq olar. Mən qara keçədən göz qapağı və kipriklər kəsəcəm. Hətta qara adi parçadan da olar. Yəni keçə olması vacib deyil. Əlinizin altında olan istənilən ləvazimat olar. Hətta markerlə sadə göz qapağı çəkə bilərsiniz. Kipriklər çəkə bilərsiniz. Bu formada gözləri hazırlayandan sonra saçlara başlayırıq. Saç və quyruq hissədə adi toxunma sapı istifadə edəcəm. Birini bel hissədən keçirdib saçları düyünləmək üçün iynəyə keçirdirik. Amma saçlar üçün 4-5 qat ip hazırlayırıq. Hardasa mən 25 sm uzunluq götürdüm və bunun üçün 50 sm-lik ip kəsməlisiniz. Hər dəfə 4-5 qat əlinizdə dəstə ipi bu formada iynə ilə sapı keçirdib və baş hissədə düyünləyəcəm. Yəni saç hissəni müxtəlif formada hazırlamaq olar peluş oyuncaqlarda. Bu mənə daha rahat gəldi. Bu formanı seçdim. Baxın, hər dəfə bu formada iynə ilə bir sapı keçirdirik və topa ilə digər ipləri bağlayırıq. Quyruq hissədə isə yenə ölçü alırıq. Qızım xoşlayır ki, saçı və quyruğu çox uzun olsun, yerə dəysin, hətta biraz yerlə sürünsün. Bu peluş oyuncağı tikməkdə çox da məqsədim tam onun istəyi üzrə hazırlanması oldu. Çünki satışda gördüm tüklər 10-15 sm-dir. Yəni qısadır unikornun quyruqları. Və bu formada bir neçə qat sapımızı hazırlayıb düyünləyəndən sonra quyruğu iki formada hazırlamaq olar. Birincisi təpədə yumru formada. Baxdım ki, bir neçə unikorn da bu formadadır. Qotaz formasında hazırlanır. Baxın, bu formada və quyruq daha dik qalır. Bu görüntünü sevmədiyi üçün digər görüntüdə birbaşa bədəninə tikdim, parçaya tikdim. Saçda olduğu kimi eyni ilə. Onu da deyim ki, bunu qızımın ad günü sürprizi etdim və çox sevdi. Əvvəlcədən şəkillərə baxmışdıq. Təxmini soruşurdum, hansını xoşlayırsan, hansını bəyənirsən. Və hər unikornla bir detay bəyənirdi. Birində saçı biraz uzun idi, saçlarını sevmişdi. Birində boynuz hissəni. Və bu demək olar ki, onun istəyi üzrə yığılmış bir peluş oyuncaq oldu. Ümid edirəm sizlərin də ürəyincə olacaq. Və bugünü bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Hələlik.